Qədirxum bayramı İslam ümmətinin, müsəlmanların ən üstün bayramıdır. Bunu özümüzdən demirik. 3 bayram yox, 4 bayram var. Qurban bayramı, Fitir bayramı, Cümə, bir də Qədirxum. Və Qədirxum bayramı bu 3 bayramdan da üstündür. Peyğəmbər Allahın salamı olsun ona və əhli beytinə buyurur ki, Yevmə Qədir, Yevmə Qədirxum əfdalu a'yadu ümməti. Qədirxum bayramı ümmətimin ən böyük, ən fəzilətli bayramıdır. Peyğəmbərlər həmin günü bayram ediblər. Qardaşlar, biləsiniz. Göylərdə mələklər o günü bayram edirlər. Mən burada hədisləri var, faktlar var ki, daha onları oxumuram. Peyğəmbərlər onu bayram edib. Göylərdə o bayram daha məşhurdur yerlərə nisbətdə. Onu göylərdə daha yaxşı keçirlər bizdən, qardaşlar. Qədirxum bayramı ciddi və əhəmiyyətli qəbul edin, bayram edin. Və İmam buyurur ki, əgər cəmaat bilsəydi Qədirxum gününün fəzilətini, bu bayramın, o günün əzəmətini, mələklər onlarla hər gün 10 dəfə görüşərdi. Qədirxum bayramı təkcə Həzrət Əlinin rəhbər təyin olunan günü deyir. Həmin gün Adəm Peyğəmbər, oğlu Şeys Peyğəmbəri canişin təyin edib. Həmin gün İdris Peyğəmbər canişin təyin olub. Həmin gün Musa Peyğəmbərin canişini Yuşə ibn Nun canişin olub. Həmin gün İsa Peyğəmbər Şəmunu özünə canişin təyin edib. Qədirxum günü elə bir gündür ki, bütün Peyğəmbər dünyasını dəyişəndə, bu dünyadan gedəndə vəzifəsini tapşırdı kimə? Öz canişinlə. O günlər hansı gün olub? Ancaq Qədirxum günü olub. Həzrət Rəsulullah da həmin gün rəhbər olub.